Hər kəsə salam dostlar, hər vaxtınız xeyir olsun. Necəsiz bacışqolar? Keyfiniz, əhvalınız. Deməli qızlar, saçma başıma fikir verməyin. Saçım biraz pis halda ola bilər. Çünki melisi çimizdirmişəm. Sonra birinci çölə apardım, yıxıldı. Qızlar gözü çox pis zədələnib. Kərpicə dəydi. Biz də çöldə bilirsiniz, hələ yol tam hazır değildi. Ona görə gözü biraz qızarıb. Ondan sonra getdim evə, yemək yedizdirdim, sonra çimizdirdim. Yatızdırdım. Ona görə özümə heç vaxt eləyib bir saçımı düzəldə bilməmişəm. Evə də qonaqlar gəlir. Bugün istəyirəm mamamın sevmədiyi sözləri işlədib mamamı çox qəşəng əsəbləşdirim və ona çox qəşəng bir qışqırtma eləyim. İnşallah ki, qəşəng olacaq. Baş beyninizi apartmamış keçək videomuza. Getdik. Deməli dostlar, qonaqlarımız gəlir. Arzu xanım 2 dəqiqəyə qəşəng burada döyəvə hazırlayır. Sonra nə eləyəcəksiniz Arzu xanım? Kebab. Kebab. Orada nə var? Lülə kebabdır. Lülə kebabı. Lülə, keb. Hamısını hazırlayıblar başda. O da diğer kebabı arkadaşlar. Təbəssələm. O sürpriz qonağımız da kimdir? Talih Production. Talih qardaşım. Talih deyib bacısıdır, bir də nişanlısı. Burada da dolma hazırlayır. Arzu xanımın edir. Bu şeylə Ekskluziv dolması. çəkmir. Kocam yesin. Bu ne böyle tüstü oldu? Vay vay vay. Neyse kızlar. Gelin yemek çekim tacir yesin. Melis de yıkılıp yatıp. Yaman bir şey yıkılıp. Arzu xanımın kələm dolmasından yoxdur yani. Hə tacir? 100%. Katlet mənim, kələm dolma mamamın qəşəkdir. Amma boynuna al ki, ən gözəl katleti mən bişirirəm. Aynen ama. Aynen bir dəfə katlet pişirib. Onda Onu da tacir kim qəşək mən bişirir? ölkədə andol Allaha. Ay Allah, mən nədə bir katlet pişirəmirəm ki, bişirmədim. Və kim pişirdi o boyda? Sən katleti yandırdın Sen bu ayda da bu. Sən- Ola bilər ki, bir dənəsi unlamadım yapışdırdı onu. Biri, yoxsa Öyle. hamısı? Biri. Hamısı da yapışmış dostlar. Mənə təriflədi ki, ay mən belə katlet bişirirəm, Beyaz elə katlet Biz bişirirəm. katlet pişirdimsə nədir? Razindən neftçilərə ət gətirirdi ki, bunu pişir verə aparaq. Onda ki canlıydım da, Kiri. ürəyim bulanırdı, yemək pişirəmirdim, məcburiyyətdən. Şah da var idi, xeyr. Yo, məcburiyyətdən. Yenə qaldı bəyində. Yenə tacir hər loxma yeyəndə kimlər belə desin, birinci loxması həmişə ürəyində qalır. Tacir həmişə deyirsən niyə qalır o sənin ürəyində? Kimsə arzulur. Yo, ac deyir, ağzın balacadır ona görə. Özün tərifləyir. Mən demirəm, hər kim deyir. Nə dedi? Yada gəlmir. Deyir ağzın balacadır ona görə. Demədin, hə. Görsən amma özünü tərifləyir bütün gün. Ağzım balaca deyil, xırtdiyim balaca. Ürəyim ağzımla balacadır. Baxın, Allah haqqı, əziyyət çəkdi o mənim dişlərimi şeylə. hacı balaca onda az balaca of düz deyir. Balaca onda indi böyüyəndə deyənmərəm. Arzu xanım, opşun bugün bizə lülə kebab hazırlayırsınız. Niyə dünən hazırlanmırdınız, yemeğini bugün hazırladınız? Qonaq gəlir, ona görə. Qonaq olmasa hazırlanmayacaqdınız. Daha hər gün nədir? Dostlar, sizə bir şey etiraf edeyim ki, mənim anam deyim görən. Stribitel. Yo, nə üstürüb bitirir? Sən çox tənbəl insansan. 2 dəqiqəyə təmizlədim evi. Mən yığışdırdım, təmizlədim, sən... Haram təmizlədin, haram Hər yeri təmizlədin. yığışdırdım, hər yeri. Hər yer haradı? Buranı yığışdırdım. Bircə dənə zalı yığışdırmışsan, Uşaqlarını ne? yığdım. Qədər bir Hamısını dənə mən onu, elədim. buranı sən Hamısını. yığışdırdın? Yox, 2 qab yığıldı, onu da sən yığırsan. Yox, buranı mən yığışdırdım, yudum. Evindir. Yox, başa düşməli, sən hava iş gördün, hava yığışdırdın. Biçim yox, da fikir etmək ki, yeri yurdu kim yox. Mən? Bəs Melisin adını çəkmirlər belə yerdə, hə? Hə? Melis baxmasaydı siz yeşilməməyəcək. Bəli, görsən? Melisin də haqqı var. Yəni onun haqqı danmaq olar dadır. Yox. Bəli. Nə olsun ki, yaxın? Nə olsun yatdı. Yəni dostlar, bütün işlərin hamısını özüm görmüşəm. Mamam burada görüyor. Melis O qədər təmizkar qoçaqsan ki. Nə mama? O qədər təmizkar qoçaqsan ki, sən tanıyıram mən. Çox sağ ol ürəyim. Belə tərif. Bütün analar belədir. Allaha and olsun. Bütün analar belədir ki, Oğlu olsan da tərifləyəm. özlərindən başqa heç kimin işini bəyənmirlər. Ancaq öz işlərini belə. Döyğan orada yandı. Yandı. Heç duyğası da yaxşı olmur. Nə duyğası yaxşı olmur. Nə kebabı, alaçıyı pişirəm. Nə bilim
Sonra nə? Dolması. Yəni yemək sıfırda dostlar. Mən çata bilməz. Nə olsun ki, mənim anamdır. Məni dünyaya o gətirsə də, amma mən ondan dadlı yeməklər bişirirəm. Hələ mən görməmişəm, sənin yeməyinə mən dadmamışam. Niyə? Babacığım, sən Niyə dadmamışsan? Ay, olur. Tacir. Bir dəfə gəldim, onda zakaz eləmişdi. Tacir. Aş nə gündə. Tacir. nə gündə. Kim qəşəng bişirir? Dolma Tam üçün səmimi olur. tacir. Sağ ol. Gördün? Bu sən verin da, sənin üstündən gəlir. Yox, gördün? Tacir niyə yeyirsən mənim dolmamı çıxart, kus. Alın, bana da. Kus. Acdır məcburiyyətdən. Ay, Mənim yeməyimə çata bilməz ürək. bilmirəm. Get az danış. Soygunla soğan. Mənim kotletimə Hə, çata bilməz. bilmirəm. Mamın bu həyatda sevmədiyi şey bilirsiniz nədir? Onun yeməyindən başqa yemək təriflənməyi. Hey, ona görə tərifləmirəm. Ay toba hə. Haqsızlıq eləməkdir. Allaha and olsun tacir. Nankor. Bilirsən? Nankor. Dostlar, Quran and olsun. Özü ancaq deyir ki, məni tərifləyin. Yazığın qarnını doyur mən gələndən. Ondan qabaq az idi, hə? O, onu tamam da abucuğu yiyeceğiz ha. Azından qabaq bütün gün dostlar görürdü ki, mən nə yeməklər bişirirəm. Aburcu bu nədir? Sifətdə pişirirmişsən, onu Allah bilir. Sən yazıq qorxusundan tərbiyyəlmişsən. Allah çox da dadlı, çox da gözəl. Az kirik. Mən bir yemli Talih gəlsin soruş. Qardaşım həmişə bizə gələndə ona çolbazat bişirirdim. Deyirdi bacı bu nə dadlı yeməklərdir. Mən bunu görməmişəm mən. Ay toba, əgər nə çay dəmliyib mənim qabağıma qoyduğunuzu görmüşəm, nə bir boş qab yemək pişirib mənə. Niyə görməmisən? Ay toba görməmişəm. Axı niyə görməmişəm? Vermisən ki, görəsən. Çünki sən niyə görməmisən? Valla dururam ki dostlar, məndən qabaq saat 6-dan niyə belə tez durub bilmirəm. Elə bil ki məktəbə gedir. Sağlıklı çay yamandan. Mən Görürəm ki tezdən dostlar. Görürəm ki tezdən durub, görürəm ki oturub elə burada. Çitay kinosuna baxır. Ya, hər şey bitdi. Artıq sən mənim uşağımı dünyaya gətirməlisən. Çay, çay. elə vaxtım var ki, bir baxmışam, yox. Bəli, bəli. Bax, Tezdən gəldim ki oturub baxır. Dəyənəsi dostlar. çaya baxıram. Hə, Çitay kinosuna atıb baxır. Gəlirəm ki ancaq Çitay kinosudur da. Yəni işi gücü ancaq Çitay kinosudur. Qoylar vaxtı nə almalıdır, baxsın da. Öncə deyəm də. Borcladı masa. Deyirsən nə çay. Mən neynim dostlar? Gəlirəm çayı da qoyub içib. Da mən nətər gələm çayı da qoyub öz qabağına dəmləyib içib. Mən neynəməliyəm? Hə. 200-cünü indi Hə. deyirəm. Bura zibil töhmə, bura zibilxana deyil. Ora Torba qoyuram. Niyə ora Bura. torba qoysan? Ömür boyu sənin bax bu buranın həmişə şey olur. Nə deyir? Bəli. Bax bu mübarək kiliç. Bəli. Pint olur. Bəli. Neynəməliyik? Ahmet söyledi yavaş. Mama, Bir dəqiqə bu isti qaşığı sıfatına vuracağım. Qaşığın yeri qalacaq. gözün Bunlarda aydın. Döyüğa getdi. getməz. Döyüğan çürüdü. Ay bax. Keçən dəfə də döyüğün pis idi. Kim? Keçən dəfəki döyüğa da bu gündə idi. Yaxşı. Və nə deyirsən süd almanın sənə töküm. Demək sən döyüğanı pis bişirirsən. Qatı olanda tökülür. Dostlar, mənim anama inanmayın. Düz deyirsən. Mənim anam Şimdi mənim kimdənsə yeməyim gəlmiş mənim heç kimin inanmağı mən vermərəm. Kimsənin mən bilmirəm. yo dostlar. Düz söz adamı niye böyle yandırır? Görsən? Sizin düz söz danışınız olur. Ömür boyu fırıldak danışırsınız. Dostlar, Sizin düz söz danışınız olur. Heç görüşməmişəm. Bugün belə demişsiniz, akşam ayrı söz. Sənə də ayrı. tacı dolmanı deyil bəyənmədim. Məcburiyyətdən çuruğumu yedim. Düz deyir. Görməyib bax ona görə. Yaxşı dolma. Yo deyir bəyənmədi. Bir dəfə zakaz Buna bax. vermişdik. Buna bax, bütün hamısı qalıb. Buna bax. İçində bir göydü, bir də... Yola bir dənə bax. Yadından çıxıb o. Dolmaya bax dolma. Belə dolmanı... Dolmanın hamısını qaytardım mən. Baba, bir də. Liyas olmadı. O dolmanı... Yiyəsi olmadı. O dolmanı yedim, getdim 2 gün qarnım ağrıdı. Yiyəsi olmadı mama. Ki, Mama. Mama deyir yiyəsi olmadım. Mən olsam mən də yemərəm ay tacir. Yəni belə dadsız yemək pişirsə mən olsam yemərəm. Ay yaxşı edirəm, mən belə pişirirəm. Yani o da öyleydi. Versən? Mən belə pişirirəm, siz də ayrı belə pişirin. Siz də pişirin, mən yiyeyim, nə olar bir dəfə. Valla pişirdim yemədi dostlar. Mən pişirirəm yemir. Niyə yemir bilmirəm. Və dünən.
Ha? Dünən. Orada. Burada. Sen pişirdin. Hə, Allah, ben pişirdim. Qatlayıb pişirdim, yivədim. Sana sen sahip dedin. Kotleti Kostu koyun. duymadım, yemedim. Yoksa Niyə? ben kotleti hoşlanmıyorum. Allah hoşlanmıyorum kotleti. Özüm pişirəndə bu doğru dürüst yemiyorum. Mən sağ söz deməyə söz tapmıram. Çünki söz Murat qutardı. yedi, Murat ben yemiyorum. Mən sağ söz deməyə söz tapmıram, söz qutardı. Keçilen zaten tez aviasyonu götürüp yapmaya gitme. Git soksa da getir. Bir tane de su da getir başka. Yani biraz buna takacağım bir iki stekan. Kalanında şey diyeceğim. Ne diyor? Kıza köke pişireceğim sana. Süd? He. Demek ki senin dövğün yaxşı deyil. Alım da böyle şey. Ne diyor o? Niye? İki diyor orada bu. Əlini tazələyib yaxşı deyil, ona Al görə. katım içine. Yok. Yox, deyir yaxşı Hani çıxmayıb. yok katı olur. Katı olanda verip tükey. Yeri. Ben sana göre değilim. Bu memnuniyeme göre diyorsun. Yaxşı çıxmayıb da mama. Nə deyir qadı? Öyle güzel. Hanı? Vallahi bakın. Bak. Qışqırıb. Güzeldi. Ben ne süd istəyirsən? Narın doğramışam. Eşek. Ürəyim, əgər qəşəng olsaydı sən süd istəməzdin. Suyu katı olanda tökürsen. Gene birden katı olar. Karıştırırım. Yoksa dağ suda tökürler. Canım uçuyor. Ne kadar durup maddım bu da kulağı değil. Evin kişisi. Geçiyor. Video gözlemek lazım. Ne olur? Emin kisim magazin de tasvirler öyle değil ki. Ya sen güzel mağazaya girdin. Necə? Məsəl deməyə söz tapmıram. Bir çay vurun. Say vurun ben de vurun. Sizden. Deməli dostlar, burada bir ton kömür var. Mən deyirəm də mənim anam kabab bişirə bilmir, mənə inanmırsınız. Bu iki de bir yere azlıyor. Sən bişirə bilmirsən ürəyim. Sağ ol, qurban olum. Qulaq, bişirə bilsəydin sən niyə deyirsən kömür azdır? Hə? Pişirebilmirəmsə ben niye bulursan? Mən onu yeyirəm. Alaçı bişirirsən, alaçı. Az yaxşı. İndi gəlmirsən burada nə edirsən? Altına koyar tutayım. Onsuz da bişirə bilmirsən. Sən valla çox əziyyət çəksən, mama. Hə? Aşağı yaxşı. Hara getsən? Ora axırda torbada tutsa qoy. Hara getsən, mama? Mama. Mama. Ay mama. Mama hara getsən? Torbana girdim. Alır girmə, orada sıçanlar səni məhv eləyəcək, mama. Ben girebileceğim da. Hara getsən, sonra girənməzsən. Düyünür bu. Mama. Sən o otaqdan hardan almısan? Yoldan tapırak getiririm. Eyvallah. Bak da ben göre. Düyünü sən isə. Burada taxta koymuşam. Mama orada sıçan səni məhv eləyəcək. Mama. Mama eləmə bunu. Ama aynen bir göre. Eləmə bunu. Mama. 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 Kal burada. Allah yarısı yarışlara bak. Kulağı sıyır tahtaları oradan olmuşsun. Bunun yıldığı tahtalara bakın. Nasıl etmeye kadar bile. Bunun üstünden sıkanlar tabak düşürüyor. Şuradan taxta yığmışam, ne yazıyorum ben? Hardan yığmışsan onu? Bunun evlerden kəsib tökübsə, pullayırlarla ne yığıram. Allah Allah Hala olsun. bir torbası orada var. İki torba, bir yok. Gələndə tadir edeyim də kömür almasın. Hə? Elə belə taxta değil bu. Yox, burada kömür var axı bir ton. Ya asıl gəlsə də sapaz var. Buna bax nə qədər ton. Kanım onu tez boşaldır içeri o tərəflərə. Hara boşaldısan? Bismillah, bismillah. Ma səndən mən dəli eləmək istəyirsən. Anam da dolanır pul ata. Gecələr borcun əlindən bilmir ki necə yata. Hər kəsə borcu var. Hər addım başı. Hansı da o elə? Bilmirəm nə yanaşı, nə qanaşı, nə anaşı, nə çanhara atırsan. Səni çəkdim. Hər kəs görsün. Hər kəs görsün və hər kəs bilsin. Heç kim olmasa da mənim anam. Baxın dostlar, görün necə. Bax, görün neynədir. Kimisə qapısına da töymürəm, öz qapımın ağzıdır. Niyə bura tökdün? Ora cavab deyəm. Mama. Mama.
Vakansiya yoxdur, gedirəm evə. Üşümürsən? De Qurana and olsun. Həqiqət zarafat üşümürsən? Arzu xanım nə edir? Sağ ol Arzu xanım. Halaldır da bu xanıma. Un əlində un mərifət. Deyərdim, amma demirəm. Hamısını dostlar, bunu mən yığmışam. O tərəfdə qonşu sağ olsun. Bunu səpələmişdi yerə, yığdım, gətirdim. Əziyyətkeş insanım mən, dostlar. Çox əziyyətkeş insanım. Bunu kim gətirib, mama? Denən ki, mən. Baxma. Baxma, denən ki, ekranı oyna. Ekranı oyna, ekrana. Biz artıq ekranı oynayırıq. Ekranı oynayan ana balalar. Boğazı güzəlim. Anamla mən artıq ekranı oynayırıq. Yaxşı edirik. Da bizim sənətimiz budur dostlar. Artıq bizim yeni işimiz ekranı oynamaqdır. Cəmaat kimi onu bunu qeybətini qırmırıq ha. Əsas o da ekranı oynayaq, hə? Oynayırıq, özümüz üçün oynayırıq. Onda bir də oynayaq da. Rakada çıxıdı. Boyda. Sağ ol. Nə qazanırsan? Puh. O sözü kim demişdisə çox düz demişdi. Bu nədir ama bu qırmızı? Nə ötdü? O nə bilim, taciri maşında nə idisə, yətmişəm ondan acı töküb, al olana. El onu almışdıq da biz. Hə? Onu almışdıq yandırmağa. Onu tutardım al. Yox, bunu biz Bakıda rayondan gətirmişik də. Bu nə şey? Onu almışdıq da yandırmağa, benzinxanadan almışdıq. Həqiq. Hə. Öyle yapıyor. Geçmiş. Əsas odu gətirmişik görsən. Sənə əziyyət vermədik. Bu, mama, bəs şişə çəkməmiş bunu niyə yandırsan? Dən eynirsən? Yığırsan? Onda mən gedirəm evə. İnşallah Allahın izni ilə gələcəm. Öpürəm səni. Öpürəm ay mama. Deyir öp. Görüm birdən durar. Mamam gələnə qədər qızlar tez bu döyüqadan uyudum. Amma həqiqətən zarafat bir yana valla. Anamın döyüqasından yoxdur. Yəni yəqin ki hər bir övlad üçün belə olar. Hara gedirsən get, nə eləyirsən elə, ana yeməyindən yoxdur. Mama buradan baxışlansa mütləq olsa baxır bütün vloglarıma. Demək istəyirəm ki, həqiqətən də sən nömrə 1-sən. Səni cırnadıram, sənin yeməklərindən yoxdur. Hər bir övlad üçün anasının yeməyindən yoxdur. Nömrə 1-dir, nömrə 1. Mama. Bu nədir? Bunun içində tüy çıxdı. Ne oldu? Hayatta deyirdin ki... Yox, içindən tüy çıxdı. Hə? Çıxmaz. İçindən tüy çıxır. Hayattan o çəkilişdən qabaq deyirdin, yaman gözəldir. Mən? İncə demirdin. Mən heç vaxt öyle bir söz deməmişəm. Bunun içində tüy çıxdı. Bu nətər yemindir? Çıxsın onu. Kötü qoyu, sənin saçın tükürdü onu, mənim saçım tükürdü. Götürüm qoyum qıraq elə yiyim. Elə mən yeyə Əlacın bilmirəm. yoxdur. Bunun içi təmiz tüydü. Baş dedəcəm. Aa, nə aldın? Çöpü? Yenirsən, durdun. Belamın gözüne bakın, göster. Hiç de tutabilmiyor. Ama atası burada olsa tutardı, koymazdı. Gözüne pütəyi bir. Aşkım, gözüne ne oldu? Bakın gözüne. Atanı gıcı edirsem, saçını yuyup yatıp, buna bak saçına. Niye satının balamın kaşına bakın. Önüne verdiler. Hele buna. Atasını da Oldu. qucaqlayıb sözünü deyirik. Su oldu. Aa Melis, mamanı da gıcı edirsən. Benim lazımdır. Hı? Mamanı da gıcı edirsən. Yok. Ağzın qırandakına da otacır. Ne? Melis'in. Aldın bir anda şey. Hı. Çok iyi. Melis, gəməyim qucuma. Gəl mamanın qucuna qızım. Senin yer daz denen, sen beni yıkılanlatta bildiğin. Yer daz denen. Sizin hesabınıza mən denen, bu Yok. bir yaralıyam denen. Al təndi çörəyi. Tədirini də alıb qızlar, çox qəşəngdir. Ye. Xırsırt elədi, ona görə yedi ha, gördün. Yoxsa yeməyəcəkdi. Aşkım. Baxışa bax. Senin bir tane. Atasını görüb. Bir tanesi. Çık de saçını darayaq qızım. Kimdin yatdın? İndiki qəşəkciyinə saçımızı yığaq. Çəkimizi darayaq. Gözün nəfəsi Tamam, şişib diyeci. balamın.
Ben biraz daha uyumak istiyorum. Aşkım gözün ne pis olur. Buna Aslan bakın. yaralanıp da dostlar. Balam göz değdi, balama göz değdi. O Ay, kıraçların Telişka. gözü değdi denen. Teliska. Değil yok. Tut zəngələ tacır onun ayağından zəngələ. Alo, Tut. alo, Alo. alo. Mən sən də alo de. Alo. Hələ çörək fırtıldayır. Abo. Abo. Sənə qurban olum mən. Maman kutusuna Abo. gəlmişsən. Gəlsən mənim kutuma. Yok denen. Geri az buradan. Deyim denen. sən. Mama Geri kutuna az buradan gəlsən. denen. Mən gedim. Uy. Otur Mes- ye. mes- Ben maman uzan- çok uzanıp sen. yeme aşkım. Dur ayağa. Otur. Beni Yer dəymə, bir- mənim istirahətimi pozma. Dur da dur ayağa. Dur gidiyor ora. Ah, nənə neyinir? Gəl bax, nənə neyinir? Təcə güldürməyə, bir dənə güldürərsən yemək var ağzında. Gəl aşkım, gəl gedək. Gel. Qaç. Pa. Atasının qucağına gedir. Hədiyəli unduq da əvvəl kimi deyil. Buracığız ne cüret tutmuşsan el ağzında. Rezin getireyim saçını yığaq. Buracığım. Buracığım. Amma almanı görüb orada. Orada almanı görən kim nə var? Hə. Alma istəyirsən? Gətirim alma sənə. Hə. Gedim soyum gətirim. Sən otur atan yanında. Saçlara bax. Uçuşuyor. Uçuşuyor. Herkes kaçışıyor. Can. Ne dostum? Hə. Git atan yanında otur. Gedim sana alma gətirim. Hə. Git atan yanında otur. Git. Atasının yanında otur. Balam uçsun, maması geçsin balasına. Alma geçsin. Hə? Deyir yox. O yanını buradan ver ona. Aşkım. Git otur. Atan yanında. Gəlim saçını da yığım, alma da verim şey. Gel. Gel atan yanında otur. Gel. Atası. Melisi yanında otur. Gel, çorabın da yoktu. Çorap diyeyim ben sana. Gel. Gel aşkım. Gelsin gülüm. Qonaqlarımız gəlir. Orada bəbə də gəlir, onunla oynayarsan. Yaxşı? Yaxşı aşkım. Bəbə gəl, bəbə ilə də oynayarsan. Hə? Oynayarsan bəbə ilə. Deyir hə. Bəbə gəlsin, bəbə ilə oyna. Yaxşı, oyuncaqlarını tök oyna. Gedin də atanın yanına. Mama getsin, paltar getsin. Alma getsin, gəlsin. Yaxşı. Kare ekranda çocuk şarkıları qoyaq. Hı. Gün. Gün. Qızlar maşallah yazmağı unutmayın, xahiş edirəm. Ha, əsl kababdır deyim, buna bax. Lüləni necə hazırlayır dostlar. Mənə deyir ki, mən əslində lülə xoşlamıram, heç xoşlamıram. Qəti sürətdə xoşlamıram. Deyirsən, əsl lülə yeməmsən, ona görə belə danışırsan. İndi sən deyirsən ki, mama oxşayım, sən hamıdan yaxşı pişirsən bu lülə kababı, hə? Aycım. Hə, mama? İndi görəcəyik. Mən o yeyən deyiləm, mənim xoşum gəlmiş. Görək indi nə deyəcək qonaqlar. Sağ ol, çırpdın, mama, yazığı məhv elədin. Əsl kababçıdır, əsl kababçı. Harda var? Dostlar, əgər mamı kababçı toylara aparmaq istəsəz, Həddi söz olmasın. Arzu xanım artıq kababçı toylara gedir. Yəni, xeyirdə, şərdə ancaq mamı çağırırsınız dostlar. Getsin, bütün yeməklərinizi pişirsin. Kababçımız artıq dostlar hazırlıq işləri görür. İnşallah ki, bizi yanıltmaz. Elə ən azı bir 10 şiş bu eləyəcək Arzu xanım. O bizləri hansı şişəyə yığacaqsınız? Siz 2 dəfə manqal üstü dəyişməli olacaqsınız. Belə düşünürəm. Düz düşünürəm. Görürsünüz, mən bilirəm. Birini buradan hazırlayıb dostlar. Birini də indi hazırlayır. 10 əlində 10 mərifət deyərdim, amma demirəm. Heç yaxşı hazırlamayıb. Heç bu lüləyə oxşamır. Tikiyə oxşuyur. Lülədən çox tikiyə oxşuyur. Böyle bu çox böyük edirsən, amma.
2 bölmüşəm hadi ya. Belə eləyirsən 2 bölürsən də. Belə basırsan 2 bölürsən. Doğrudan. Neçə gəzsiz inşallah toylara? Baxır da o toyun Ab havasına. hava havasına, nə bilim klientin yaxşı olmasına, adamın çox olmasına, sayına. Adam çox olarsa Allahın izni ilə tikə, lülə. Kimə necə lazımdır, gəlin mən bişirim. Lülədir, tikədir. Yəni dost elə Soğan səhv kebabıdır, eləməyin. bastırmadır, Elə səhv kebab. eləməyin. Alaçı kebab yemək istəyirsinizsə müraciət Ay edin. Allah, ay Allah. Xanımı da geyindirdim arkadaşlar. Çörək də istidir, belə eləmişəm ki, biraz qurusun. Aşkım, saçımızı da yığarıq. Əyni geyindirdim, qaldı saçı. Yenə bunu sürütdüyür. Bütün günü ədyal yumaqdan bezmişəm dostlar. Bezmişəm şey. Bu qız məni bezdirir. Bu qız məni bezdirir. Sənin rezinlərin hanı aşkım? Bir ton rezinin var. Hanı sənin bu rezinlərin? Yıxılarsan, yenə yıxacaq o səni. Bu qız mənim başımı oynatır da. O səni yenə yıxacaq. Çəkili saçını yığaq. Görürüm hanı rezinlərin. Hara qoydun rezini? Hara qoydun? Hara qaçırsan? Az bura gəl. Bax, bax, bax. Balamın saçları ne geçer yumuşak olur. Ay Allah. Ay Allah. Ne kadar güzel olur kızımın. Kamera arkası Tazir Bey teşekkür edirik. Sizə asobu minnətdarlığımızı bildiririk. Yaxşı ki varsınız. Bizə köməklik göstərirsiniz. Tazir oradan bak gör. Əyrili yığmıram. Bizdən olur qarşını görmürəm deyə bir də başını zülümdən qatmışam. Bunlar elə bil artıq tüklərdir. Bunlar getdi. Xələləri saçı hazırdır. Ya Allah qızlar. Tək səbir gəldi. Qızım qorxmadın? Səbirli olmaq lazımdır. Cüt gəlmədi, tək gəldi. Aşkım. Ay aşkım. Kızlara öpücük gönder. Yok mamiye bak gönder de. Mamiye bak. Aa kızlar. Arkadaşlar. İnansız alma yemir. Yani yalandan o almanı istəyir. Vallahi billahi. Bu ışıqlar da qalıb qızlarımı sökəməmişim. Mən qalxa bara sökməmişəm deyə heç kim sökməyib. Melis. Denen arkadaşlar. Öpücük gönder arkadaşlara. Arkadaşlar öpücük gönder. Yıkılarsan arkaya. Bu kız benim başıma oyun açır da. Bu kız benim başıma oyun açır. Haydi Hint filmi çəksən kızım. Hayda. Hint filmi çəkir Melis xanım. Buş. Seninki yaxşı bax, gəl. Get, sağ ol. Sağ ol. Bye bye. Mes mamaya bye bye elə. Denən. Puh. Bye bye. Heç məni vecinə də olmadı. Gördünüz, çıxdı getdi. Mən Melisa xanımın saçını düzəldənə kimi Arzu xanım burada ziyərləri hazırlayıb. Lüləni döşü artıq hazırlayıb. İndi keçib tikiyə dostlar. Tikəni də hazırlayır. Efisio. Mamın tacirsən gəlsə öyrətsin onu necə yerləşdirirlər. Yox, zərfası Allah tacir yaxşı bilir onu. Gəlsin Tacir, sən bunu elə, mən də gedim onu duyum da. Tacir, səncə bunu şişə çək. O birləri çəkmişəm. Sən yaxşı bilirsən. Sən onu bacaran deyil. Bacara bilmirsə doğru yalanla dehnecə barışım mən bu zamanla. Az yaxşı. O ət şam kiri. Neyse, məndən şeir deyən çıxmaz. Yaxşı, mən gülmüşümlə məşğul olum. Düzləmirəm ama. Tacir, deyirəm, mamam sən kimi çəkəmirsən, onu çək şişə. Arzu xanım bacara bilərsəncə sənin kimi şişə çəkməyə. Heç bax. Onu ancaq tacir bacarır. Keç yanıma bura. Bunları batıma. Aycan. Nene. Sən gəlməyiz ki, biz gedək ata şişə çəksin. Gəl. Gəl aşkım. Gəl. Gəl. Görüm ömrüm.
Tez get, tez get, tez Sen get. o kadar elə mən tez gedim o kadar. Nazir bəy görsən necə çəkir anacan. Hadi yaxşı yerini tərifləmə, təriflə. Görsən necə çəkir? Hə. Bilir də bu iş üçün Elə yaranır. yine ki ünlüye yapışmasın ha. Ünlünün ayrı koyak yoksa. Arzu xanım, Ha. öyrənim amma Naz bunu örgəneyim onu. Bunu mən nə edirəm? Əsas bu deyil. mən kebab Əgər çəkəcəm. sırf kebab pişirənsənsə, Hə. bunu birinci pişir. Niyə? Benim nənəm də qəbirdə. Onda niyə birinci onu pişirmirdin sən? Hə. Mən onu ət olayını YouTube'dan baxıb Bəli, gəlin. ət evdə elə ət olanda da valla pişirməmsən. Hani et var idi. Hə, niyə yox idi? Ya tez almışsınız lan. Hansı yavaş tez O aldıq? kuyrukları çəkdim onun içine. Ehtiyac olmadı olmaz. Ağaç kimi deyət. Buzun asardım. Ha, kuyruklar gələnə kimi o buzluqdan da onu çıxaracaq. Buzu heç açılmır dostlar. Açılıbdır. Açılmamış buzlarla mənim açılıbdır. həyat yoldaşıma əziyyət verir. Ha, qəşəng. Görsən Tacir. Birində tağın yoxsa yox. Yurtaqda birində 3 dənə olsun. Bu görüm aytəmdə şiş var. Melis. Eləmə aşkım onu elə. Keçəndən gedək oyuncaqlarımızı gətirək. Hə? Gedək biz oyuncaqlarımızı gətirək, oyun oynayaq. Hə? Aşkım. Ay aşkım, fırlanma, başın gicələnəcək Melis. Qızlar, sizin də uşaqlarınız belə fırlanır, durduğu yerdə bax belə. Öz də 100 dəfə deyirəm ki, fırlanma. Hə, mama ondan ürəyim istəyir kartof. Hə. Bax fırlanır, fırlanır, fırlanır. Elə bu xoşuna gəlir fırlanmaq. Sizə də belədir, siz Allah. Söz ilə düşlər. Nə edirsən ay qız sən Allah, nə edirsən? Tamam şiş yox. Başın dəyəcək ora ay Melis. Masam verdən masay verərəm. Biz yıllar təzədir. Böyüdükcə daha da nadişləşir. Mən bilmirəm bu 3-cü uşaqdan sonra Melislə necə olacaq. Başım boyun açacaq bax belə. Şiş var ya 12 dənənin təz çatmır. Atmamısan səsi? Atmamış. Səsi at dedi dərdin. Hə. Azər qalar. Bunu Səs orada gedir. Yesin də lan. Atmayıb elə. Yo indi yadı. 60'ar. Yadına salandan sonra getdi mama. Mama o şişləri əlinə götürdən geç. Arkadaşlar şişlərimiz hazırdır. Bunlar hər biri hazırdır. Arzu xanım burada soğanı hazırlayır. Qonaqlarımız çatır. Mən də gedirəm süfrəni düzməyə. Ona görə bu videomuzu burada sonlandırıram ki, növbəti videonun davamını çəkə bilim. Yəni bu videonun davamı gələcək. Mama izləyicilərlə sağ olurlar. Bu videomuzu burada Kimə də sonlandırıram. aşpaz, pover lazımdırsa mən buradayım. Bütün məclisinizin kebabını Hamısını öz idarə eləyəcək. Özüm idarə eləyərəm. Arkadaşlar gəldik videomuzun sonuna. Sizi çox sevirəm. Yaxşı ki varsınız. Yaxşı ki mənim izləyicilərimsiniz. Amma zarafat eləyirəm. Bugün Pol Mustafa qəşəng sizlərlə söhbət elədik. Sabah bundan da maraqlı, bundan da əyləncəli videolar gələcək. Çox qəşəng, çox maraqlı videoların gəlməsi üçün kanalımıza abunə olub, bildirimləri açıb yorum yazmağı unutmayın. Sizi çox sevirəm. Kommentlərinizi gözləyirəm. Yaxşı ki varsınız. Öpürəm sizləri. Hələlik.